Son illər yeniyetmə qızlar arasında anoreksiya və bulimiya nevroza adlı psixiatrik qidalanma pozuntuları 2 dəfə artıb. Hər şey sadə diyetadan başlayır. Öncə çörəkdən, şirniyyatdan imtina, kalori hesablanması, bədəni gizlətmək üçün böyük bədən paltarlara, oversize geyimlərə üstünlük vermək, ananın hazırladığı yeməklərin tərkibini maraqlanıb, araşdırıb, amma sonra onu qəbul etməmək, mütəmadi olaraq çəkiyə nəzarət edərək hər gün tərəzidən istifadə etmək və s. Bunlar göz önündə olan göstəricilərdir. Arxa planda isə yedikdən sonra özünü qusturmaq, işlədici və sidik qovucu dərmanlardan istifadə etmək və yersiz şəkildə arıqladıcı iynələrə üstünlük vermək durur. Nə yazıq ki, 12-15 yaş arası uşaqlar sosial şəbəkənin və ətraf insanların təsiri altına çox tez düşür. Bu öldürücü diyetanın arxasında isə çox vaxt aşağı özgüvən, özünü bəyənməmə, sevməmə, yetərsizlik duyğusu, narahatlıq, həyəcan və ailə daxili münaqişələr durur. Məhz bu vəziyyətdə mütləq psixoloq və ailənin birgə dəstəyi mütləqdir və önəmlidir. Səhifəmə abunə olun, izləyin, bəyənin, paylaşın. Gəlin, övladlarımızı birlikdə böyüdək. Hələ öyrənəcək çox şeyimiz var.